Qarşıdakı bağ qonşumuzun həyətində belə bir daş var idi. Uşaq olanda fikirləşirdim ki, görəsən bu nə üçün lazımdır? Sonradan bildim ki, Abşeronda buna şiroz və yaxud da axır deyirlər. Üzüm əzərdilər burada. Həm sirkə almaq üçün, abqora almaq üçün və bir də əsasən doşab bişirəndə üzümlər belə daşların içərisində əzilər, sonra məxsusi süzülmək üçün olan yerlərdən süzülüb gedərdi. Bu daşlar Buzovna kəndinin müəyyən məhəlləsində yerləşir. Bu şirozların yerləşdiyi yerlə üzbəüzdə Buzovna kəndinin tarixi hamamlarından biri var. Hamama keçməzdən əvvəl söyləmək istərdim ki, şirozlar və ya axırlar özləri elə-belə bura gəlib çıxmayıb. Bunu kəndin tanınmış insanlarından olan Əsəd bəy Zeynalov gətirib. Toplayıb burada saxlayır və əyanı olaraq həm tarixi izah edir və həm də maarifçilik işləri üçün çalışır. Əsəd bəyin çalışdığı təkcə bunlarla bitmir. Onun daha bir hobbisi var. O hobbi haqqında hamamla tanışlıqdan sonra sizə məlumat verəcəyim. Gördüyünüz bu divarın 200-ə yaxın yaşı var. 200 ildir ki, bu divar saxlanılır. Və maraqlıdır, Buzovna kəndində qoruyub saxlanıla biləcək divarları balaca bir cəmiyyət kimi onlar qoruyurlar, saxlayırlar və kəndin tarixi haqqında olan söhbətlərdə hökmən vurğulayırlar. Ona görə biz də bu tarixi faktı və bu hadisəni vurğulamağa özümüzə borc bildik. Gördüyünüz bu qapı da bərpa olunub. Əslən Buzovnalı Ağarəfi Zeynalovun həyət evinin qapısıdır. Oğlu Əsəd bəy onu bərpa edib. Bir məsələ də var. Gördüyünüz divarın bu fraqmenti nə az, nə çox. 10 gün ərzində yığılıb və bu görkəmdə qorunub saxlanılır. Tarixən Buzovna kəndində bir neçə hamam olub. Bunlardan Məşədi Veysəl və Hacı Nurəli hamamlarının da adlarını çəkə bilərəm. Təəssüflər olsun ki, bu hamamlar günlərimizə qədər gəlib çatmayıb. Amma Buzovna kəndindəki məşhur hamamlardan biri də Təhməzov qardaşları və yaxud da Təhməz bəy hamamıdır. Budur həmin hamam. Buzovna kəndində yeni bir söz də eşitdik. El hamamı. Cəmaatın gəldiyi və yerli cəmaatın kimlərinsə şəxsi vəsaiti hesabına inşa olunan hamama Buzovnada həm də el hamamı deyirlər. Bu sözü yadda saxlayaq və işlədək. Beləliklə, Buzovna kəndinin məşhur şəxsiyyətlərindən biri haqqında məlumat verdikdən sonra onun adı ilə adlanan hamam haqqında da qısaca da olsa məlumat verəcəyəm. Təhməz Təhməzovun 1849-cu ildə ailəsində bir oğlan uşağı dünyaya gəldi. Adını Məmməd Rıza qoydular. İllər keçəcək Məmməd Rıza Təhməzov Buzovnanın və Bakının məşhur şəxsiyyətlərindən birinə çevriləcək. Yaxşı təhsil almışdı. Bir neçə dili bilirdi və rus dilini bildiyinə görə Məmməd Rıza Təhməzov Bakı qubernatoru ilə dostluq əlaqələri də var idi. Onun Buzovna kəndində və Buzovna kəndinin ətrafında böyük torpaq sahələri, neft mədənləri, eləcə də Azərbaycanın müxtəlif yerlərində taxıl sahələri var idi. Bir sözlə zəngin insan idi. Kifayət qədər zənginliyinə baxmayaraq, o həm də çox xeyriyyəçi insan idi. Məmməd Rıza Təhməzovun şəxsi vəsaiti hesabına digər şəhərlərə göndərilən, oxumaq üçün gedən uşaqların sayı hesabı yox idi. Öz vəsaitini xeyriyyə işlərinə xərcləməkdən çəkinməzdi və bütün bunları nəzərə alaraq həm də öz doğma kəndində bir hamam inşa etdirmişdi. Bu da həmin hamam. Öz atasının adını vermişdi. Təhməz bəy hamamı el arasında belə adlanırdı. Bu hamam Abşeron hamamlar sisteminə daxil olan
sıradan olan bir hamamdır. Amma maraqlıdır, bu zonada gördüyümüz artıq ikinci hamamdır ki, təxminən eyni layihə üzrə inşa edilib və hər ikisinin də hündür bacası var. Mən digər hamamlarda belə bacalara çox nadir hallarda rast gəlmişəm. Biz hal-hazırda Təhməz bəy hamamının soyunub geyinmə otağındayıq. Düzdür, bura 80-ci illərin sonlarına qədər fəaliyyət göstərib və sonradan müəyyən yenidən qurma və bərpa işləri aparıldıqda əlavələr olunub. Amma buna baxmayaraq soyunub geyinmə otağında təəssüflər olsun ki, günlərimizə qədər gəlib çatmayan hovuzun yalnız yeri qalıb. Məmməd Rza bəy dünyasını dəyişəndən sonra onun oğlanları, evladları bu hamamın sahibi olurlar və məhz buna görə bu zona cəmaatı bura həm Təhməz bəy hamamı, həm də Təhməzov qardaşlarının hamamı deyə adlandırır. Bir cəhəti vurğulamaq istəyirəm, əziz sirdaşlarım. Hamamın içərisində müəyyən əşyalar toplanıb və bu əşyalar gələcəkdə burada olan bir muzeyə və muzeyin eksponatlarına çevriləcək. Cəmaatdan götürülmüş sandıqlar və seyf xüsusi olaraq diqqətimizi cəlb elədi. Bu gələcək planlardır və bu xoş təşəbbüsə görə Əsəd bəyə təşəkkürlərimizi bildiririk. Hamamın digər otaqları ilə gəlin bərabər tanış olaq. Bura çimmək otağıdır. Gördüyünüz bu hovuz sonradan əmələ gəlib. Qeyd etdiyimiz kimi hamam 80-ci illərin sonlarına qədər, dəqiqləşirsək 89-cu ilə qədər fəaliyyət göstərib. Elə həmin o Sovet dövründə fəaliyyət göstərilən zaman sütunlara bu kaşılar əlavə olunub. Zəmanənin dəbinə uyğun olaraq orada yeni bir hovuz yaradılıb. Amma düşünürəm ki, bu hamamın tarixi görkəmi çox gözəl olub və Abşeron hamamları silsiləsini davam etdirib. Bir maraqlı cəhət. Bakıdakı hamamlarda kişilər və qadınlar çimən günlər vardı. Adətən bazar ertəsi və cümə günləri xanımlar təşrif buyurardı. Və deyilənlərə görə xanımlar çimən günü hamamın yanından kişi xeylaqları keçməzdi. Bəs hardan bilirdilər ki, bugün qadınlar yoxsa kişilər çimir? Deyilənlərə görə bu zonada bunun üçün də müəyyən bir vasitə tapmışdılar. Şeypurçu gündə 3 dəfə hamamın damına çıxar və oradan şeypurunu çalardı. Hamı da bilərdi ki, məhz bugün xanımlar hamama gəlirlər. Hoş gördük. Salam aleyküm. Həmişə təmizlik, sağ olun. Hamam tipik Abşeron hamamları stilində inşa edilib. Burada yeni heç nə yoxdur. Sadəcə olaraq müəyyən prinsiplər var. Prinsiplər nədən ibarətdir? Təhməz bəy hamamı və ya Təhməzov qardaşlarının hamamında orucluq ayında, Ramazan ayında hamam ehsan olaraq işlədilirdi. Yəni gələn müsafirlərdən, insanlardan pul alınmazdı. Bu da gözəl adətlərdən biridir. Hamamın içində də çölündə, hamamın içində də çölündə, yağmış bahar, içli sərin var, dövləti qatır, gəl yerim var. Yağmış bahar, içli sərin var, dövləti qatır, gəl yerim var.
Buzovna kəndində çox maraqlı yerlər var. Nə zamansa, nə cür olubsa o cürdə qorunub saxlanılır. Onlardan biri də Kəblə Əsədin mülküdür. Köhnə daşlar, köhnə qapı, köhnə ev və hasarın hündürlüyü, binanın müəyyən yerinin sökülməsindən sonra yenidən bərpa olunub, olduğu kimi saxlanılan bir mülkün qarşısındayıq. Kəblə Əsəd Buzovna kəndində tanınmış şəxsiyyətlərdən biri idi. İnsanlığı ilə və ədaləti ilə seçilən şəxsiyyətlərdəndir. O dərəcədə ki, 1910-16-cı illərdə Kəblə Əsəd həm də Buzovna kəndinin kəndxudası olub. Evi və evinin, həyətinin bir hissəsi gözlərimizin önündədir. Nə yaxşı ki, insanlar belə şeyləri dəyərləndirib günlərimizə qədər qoruyub saxlayırlar. Və bir maraqlı cəhəti də sizə söyləyim. Həyətin divarının bir hissəsi uçmuşdu. Onu şəhərdə bərpa işləri aparan şirkətin əməkdaşı Çingiz müəllimlə məsləhətləşdikdən sonra kənd sakini Əsəd bəy Zeynalov oranı özü bərpa edib. Burada Buzovnada həmin mahnının sədaları qulağımdadır. Bakı haqqında nağıl. Əslən Buzovnalı olan Aygün xanımın bəstəsidir bu. Eyyub mahnının klipini çəkərkən burada Buzovna kəndində bax bu divarın, bu köhnə hasarın yanında lentə alıb həmin o səhnələri. Bunu mən təsadüfi olaraq xatırlamadım, əziz sirdaşlarım. İş ondadır ki, Buzovna kəndində tarixən belə hasarlar çox olub. Onların böyük bir qismi tarixə qovuşub, bir qismi isə qorunub və saxlanılıb. Gördüyünüz bu divarlar əslən Buzovnalı olan Əliağa Zeynalovun ata-baba həyətinin hasarlarıdır. İmkanı var idi, söküb onu yeni, müasir, hündür hasarla əvəz edə bilərdi. Amma kəndin təəssübkeşləri yığıldılar və belə qərara gəldilər ki, bu köhnə hasarları, bu köhnə daş hasarları qorusunlar və saxlasınlar. Buzovna kəndinin bir neçə yerində köhnə ata-baba mülklərinin hasarları olduğu kimi qorunur və saxlanılır. Onlara bu bircə kəlmə ilə izah ediblər. Gəlin yığılaq və bu hasarları saxlayaq və onlar da razılıq veriblər. Allah razı olsun. Bu bizim tariximizdir. Bu bizim mənəviyyatımızdır və mənəviyyatı qoruyub saxlayanlara, Buzovna əhlinə eşq olsun. Onların sayı çox deyil, çünki bir çoxları müasirlik dalıca qaçdılar. Amma Buzovna kəndinin sakinlərinin bir qismi həmin o hasarları qorudular və saxladılar. Hamısına bir vətəndaş olaraq təşəkkür edirəm. Buzovnanın məşhur qədim məscidlərindən biri də Məşədi Qərib məscididir. Rəvayətə görə Məşədi Qərib adında çoxlu sayda qoyunu olan bir nəfər var imiş. Köklü Buzovnalı idi. Bir gün öz şəxsi vəsaiti hesabına kənddə məscid tikdirməyə qərar verir. Tikinti başlanılır. Və bu tikinti 1876-cı ilə təsadüf edir. Bir müddət sonra pul qurtarır. Kənd cəmaatı Məşədi Qəribə yardım göstərməyə qərarına gəlir. Pul təklif edirlər. Məşədi Qərib isə kənd cəmaatının köməyindən imtina edir. Yox, qoyunlarımı satıb məscidi sona qədər tikdirəcəyəm. Belə də edir. Sürüsünü satıb bir müəyyən qədər vəsait əldə edir. Və bütün vəsaiti
məscidin tikintisinə yönəldir. Beləcə, kənd cəmaatı bu məscidi Məşədi Qərib məscidi deyə adlandırır. İllər keçir, minarəsi və bir də günbəzi olmayan məsciddə bərpa işləri aparmağa qərar verir Buzovna cəmaatı. 2008-ci ildə bu bərpa işləri başlanılır və elə 2008-ci ildə Buzovna cəmaatının şəxsi vəsaiti ilə minarə və bir də günbəz Məşədi Qərib məscidinə əlavə olunur. Xeyirxah insanlar hər zaman öz şəxsi vəsaitlərini Allah evinə xərcləyiblər və Buzovna cəmaatı da bu məsələdən kənarda qalmayıb. Məşədi Qərib məscidi elə o zamandan etibarən yenə də öz fəaliyyətini davam etdirib. Maraqlı bir faktı da sizə söyləyim, əziz sirdaşlarım. Sovet dövrü məscidlərin bağlanmasına gətirib çıxarır. Bəlli bir müddətdə məscidlər bağlı olur, amma Abşeronda bir neçə məscid, Buzovnadakı Məşədi Qərib məscidi, Maşdağadakı Cümə məscidi insanlar üçün açıq idi. Və müharibə dövründə də Maşdağada və Buzovnada insanlar bura gələrdilər. Bir növ Məşədi Qərib məscidi ətraf kənddəkilər üçün mərkəzə çevrilmişdi. İnsanlar bura gəlirdilər. Allaha dualarını məhz Məşədi Qərib məscidindən səsləndirir və dilə gətirirdilər. Allah Teala Allahın öz evini həmişə işıqlı, abad və qapılarını açıq eləsin. İnşallah. Bu tərzdə məscidi mən birinci dəfədir görürəm. Taxta ilə o qədər uğurlu işləyiblər ki, axı taxta hər bir tikiliyə bir rahatlıq gətirən xüsusiyyətlərə malikdir. Burada da Məşədi Qərib məscidində də Buzovna cəmaatının şəxsi vəsaiti hesabına günbəz tikilərkən qərara verildi ki, onu taxta ilə bəzəsinlər. Çox gözəl. Və burada divarda yazılmış müqəddəs kəlamları mozaika stilində bərpa etdilər. Bir daha vurğulamaq istəyirəm ki, məscidi təmir edən insanlar, kənd cəmaatı da onları şəxsi vəsaiti hesabına məscid belə gözəlləşib. Minarəsi və günbəzi olmayan məscidə əlavələr edilərkən bütün bunlar, bu xüsusiyyətlər, bu gözəllik nəzərə alındı. Məşədi Qərib məscidinin mehrabı da çox gözəldir, qeyri-adidir. Mozaika ilə, rəngli mozaika ilə işlənmiş bu mehrab istiqaməti göstərir. Və bura toplanan insanlar Məkkə istiqamətinə üzlərini tutaraq Allaha dua edirlər, əllərini göyə qaldırırlar. Allah Teala hamının duasını, ibadətini və qəlbinin mətləblərini versin inşallah. Məşədi Qərib məscidi bizim sözün tam mənasında valeh elədi. Qədim tikiliyə diqqət yetirirsiniz, bu həqiqətən Buzovna kəndində ən qədim məscid binasıdır. Memarlıq üslubu bir qədər fərqlənir və çox qəribədir. Giriş qapısının üstündə Nəzrani məscidi sözünə rast gəlirik. Buzovna əhlindən olan Hacı Hüseynqulu bəyin oğlu Əliyar bəy tərəfindən 1840-cı ildə inşa edilib. Nəzrani məscidi. Nədən belə? Biz ehtimal edirik ki, bu məhəllənin adı ilə bağlıdır. Çünki Buzovnada məşhur məhəllələrdən biri də Nəzrani məhəlləsidir. O da məlumdur ki, bu məhəllədə bir dövrdə, bəlli bir dövrdə 19-cu əsrin əvvəllərində qeyri-müsəlmanlar kifayət qədər çox sayda yaşayıblar. Müəyyən mənada məscidin fasadını görmək mümkün deyil. Təəssüflər olsun ki, sonraki illərdə artırma nəticəsində onun memarlıq üslubuna bir qədər xələl gəlib. Onun qarşısı kəsilib. Amma binaya kənardan diqqətlə baxanda onun qədim dövrlərdə inşa olduğu şübhəsizdir. Yurdun, məmləkətin çətin günlərində Buzovnalılar əllərini dizlərinin üstünə qoyub oturmadılar. Həm 1-ci Qarabağ, həm 2-ci Qarabağ savaşında Buzovna kəndindən müharibəyə gedənlər çox oldu. Qeyrətli cavanlar öz qeyrətlərini qorumağa gedirdilər.
Və bu qeyrət zamanında canlarından keçən, şəhid olanlar da oldu Buzovna kəndində. Həm birinci, həm də ikinci Qarabağ savaşında şəhid olanların xatirəsi əziz tutulur. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən Buzovna kəndindən döyüşlərə gedən və canını fəda edən Buzovnalı gənclərə də rəhmət eləsin. Amin. Ana, mən şəhid oldum, yerim gözəldir, təkil ağlama. Canım, canım sevgilim, bağışla məni, səni tək qoydum. Nəriman Əliyevi təkcə bu zonada deyil, Bakıda, Azərbaycanda yaxşı tanıyırlar. Azərbaycan xanəndələri əksəriyyəti Nəriman müəllimin şagirdi olub. Nəriman müəllim özü də Seyid Şuşinskidən dərs alıb. Seyid Şuşinski ilə o qədər gözəl münasibətləri var idi ki, Nəriman müəllimin evində də atası Möhsüm kişi də onu yaxşı tanıyırdı. Əvvəlcə qiyabı, sonra isə müəllimlə yenidən əyanı olaraq tanış olmuşdular. Xətir, hörmət, ehtiram o dərəcəyə yüksəlir ki, öz şəxsi həyətinin bir hissəsində bir ev tikir Möhsüm kişi və Seyid Şuşinskini dəvət edir. Seyid, gəl bu evdə yaşa. O da gəlir və 10 ilə yaxın bu evdə yaşayır. Nəriman müəllimə xeyli müəllimlik edir və onların arasında olan xoş münasibət təkcə tələbə-müəllim münasibəti deyildi. Həmçinin bir elmə olan münasibət, bir elmə olan maraq onları birləşdirirdi. Nəriman müəllim nəyi öyrənmişdisə, Seyid Şuşinskidən eşitmişdi və onları dərk etmişdi. Sanki öz beyninə hopdurmuşdu. Maraqlıdır ki, günlərin bir günü bir muğam şöbəsi haqqında söhbət düşür. Seyid Şuşinski Şuşaya getməlidir və Nəriman müəllim ondan xahiş edir ki, bu haqda da mənə məlumat ver. Verərəm, mütləq. Qoy Şuşaya gedim, gəlim, ondan sonra ətraflı bu haqda sənə danışacağam. Çox təəssüflər olsun ki, o Seyid Şuşinskinin Şuşaya sonuncu gedişi idi. Oradaca vəfat edir və torpağa tapşırılır. Amma qeyd etdiyim kimi bu iki şəxsiyyət arasında çox qeyri-adi münasibət vardı. Seyid Şuşinski öz tələbəsinə o qədər arxayın idi ki, özündən sonra həmin o muğam tədrisinin dərs deyilməsini Nəriman Əliyevə tapşırmışdı və məktəbin direktoruna da belə demişdi. Məndən sonra o tədrisi yalnız Nəriman Əliyev etməlidir. Belə də etmişdilər. O zamanlar kişilərin sözlərinin dərəcəsi var idi. Xətir hörməti var idi və bu xətir hörmət də saxlanılır və ona xidmət göstərilirdi. Nəriman Əliyev ömrünün sonuna qədər Azərbaycan xanəndələrinin əksəriyyətinə dərs idi və bugün Azərbaycan muğam sənətində böyük korifey sənətkarların hamısı demək olar ki, Nəriman müəllimin şagirdləri və tələbələri olub. Allah ruhunu şad eləsin. İnsana tədris etmək, insanlara nəyisə öyrətmək, bildiklərini gələcək nəslə çatdırmaq çox böyük sənət və insanlıq tələb edir. Allah Teala bu sənəti, bu bilgini və bu insanlığı Nəriman müəllimdən əsirgəməmişdi. Ruhu şad olsun. Orada bir kavşi
1970-ci ildə Azərbaycan Film Kinostudiyasında Tofiq Tağızadə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 50 illiyi münasibəti ilə bir film çəkir. Səməd Vurğunun Komsomol poemasının motivləri əsasında 7 oğul istərəm adlı filmin çəkilişləri Bakının müxtəlif kəndlərində, o cümlədən bir neçə epizod isə Buzovna kəndində lentə alınıb. Evi xatırlayırsınız? Gəray bəyin evi idi bu və o zaman qapı tən orta hissədə idi. Bəxtiyar, Komsomol Bəxtiyar Gəray bəyi öldürdükdən sonra və yaxud da Gəray bəy əslində özü özünə qəsd edir. Qapıdan çıxır, pilləkənlarda əyləşir. O zaman pilləkənlər sonradan tikilmiş və əlavə olunmuşdu. Daha sonraki dövrlərdə evdə müəyyən rekonstruksiya işləri aparıldı. Amma həmin ev olduğu kimi bugün də gözlərimizin önündədir. Sarı Şəmsiyandan sizə məktub var. Buyurun. Sizə məktub var. Bəxtiyar, Qazax mahalının Göyəzənli kəndində, Qarayazıda, Şahmar bəy kəndləri çalıb çapır. Qadan alım, tez özünü ora ver. Bəlkə cümə axşamına kimi 4-5 atlı göndərdim sizə köməyə. Yubanma, Şahsuvara, Qasıma, Cəlala, Mirpaşaya, Qəzənfərə, Zalım oğluna məndən salam söylə. Bəs salam. Buzovna kəndi haqqında bu qədər. Kəndin çimərliyinin qayalığında suyun həzin səsi, bu qayalıqlar və Buzovna kəndi haqqında söhbətimizi sona çatdırırıq. Burada çox maraqlı tarixi abidələr seyr etdik. Həm də insanlarla tanış olduq. Təsəvvür edin ki, 3 həftə ərzində burada çəkiliş apardığımız müddətdə o insan olmadı ki, gəlib Allahın salamını verməsin və bizi ən azı bir stəkan çaya dəvət eləməsin. Evlərinə dəvət edib hətta nahar təklif edənlər də vardı. Hamımıza dərin təşəkkür bildirmək istəyirik. Mən bilirdim ki, Bakı, Abşeron, Buzovna cəmaatı qonaqpərvərdir və bunun bir daha şahidi oldum. Allah Taala o böyük ürəyinizə görə versin, əziz Buzovnalılar. Bir sıra hallarda müəyyən terminlər eşitdik ki, onlar artıq yoxdular. Arzu edərdik ki, gələcəkdə onlar yenidən bərpa olunsun. Buzovna göy qutabı. Bu məşhur təam kənd cəmaatının bir qisminin dediyinə görə artıq yoxdur demək olar ki. Bax, bunu çox arzu eləyərdik ki, həmin o məşhur göy qutabı yenidən bərpa etsinlər. 7'si Mesih'in kiçik toy meclisi, 9'unda da bize ona da göy kitabı. Çəkilişlərimizə yardımcı göstərən insanlar var. İlk növbədə Buzovna Cümə məscidinin axundu Hacı Soltana təşəkkür edirəm. Öz dəyərli məlumatları ilə və məsləhətləri ilə bizə xeyli yardımcı oldu. Buzovna kəndində çəkilişimizin əvvəlindən sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyası, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Elçin Əliyev bizə xeyli yardımcı oldu. Bütün abidələri o bizə göstərdi. Təşəkkür edirəm. Həmçinin bu yerdə mütləq olaraq əslən Buzovnalı olan ən yaxın dostlarımızdan biri Hacı Mirzağa Ağabəyliyə təşəkkür edirəm. Düzdür, o bizə vaxt ayıra bilmədi, vaxtının azlığı ucbatından. Amma evladı Şəhriyar bizə bacardığı qədər çox köməklik göstərdi. Şəhriyar bəy, təşəkkürlər. Mirzə Ağabəyli haqqında xüsusi olaraq danışmaq istərdim. O, çox maraqlı aktyor olmaq etibarilə bir sıra filmlərdə və televiziya tamaşalarında oynayıb. Amma mənim ən çox sevdiyim rolu onun Evləri Köndələn Yar tamaşasındakı bəy obrazıdır. Bu tamaşada o bircə kəlmə də olsun söz demir. Amma hər şeyi üzünün ifadələri ilə bildirir. Bu aktyor üçün çox böyük müsbət cəhətdir. Qədəhlərimizi, badələrimizi qaldırdıq. Rasimlə Rasimənin sağlığına. Ada, körlə değil. Amma bir məsələ də var ki, mehriban dostlar,
Bir ayağa kalkın xahiş edirəm. El çalar yoldaşlar, el çalar. Görürsünüz ki, necə qəşəng, necə gözəl, necə mehriban, necə xoşbəxt cavanlardır. Bir tuş əyləşin. Vəssalam, sözü söyləmək vaxtı gəlib çatıb. Biz bura hökmən yenidən qayıdacaq. Ən azı bu dənizi, bu qayalıqları və bu gözəllikləri görmək və duymaq üçün. Görüşmək ümidi ilə.